Olduğu kimi biz hər bir tədbirdə şəhidimizin doğum günündə və yaxud da ki, il mərasimində xeyriyyəçi qardaşımız Abdullah qardaş tərəfindən şəhidimizin əzizlərinə, yaxınlarına xalçanın üzərində şəhidimizin əksini düzəldilmiş formada təqdim edirik xatirə olaraq. Biz də özümüzə onu bir rahatçılıq üçün, Abdullah qardaş onu özünə bir mənəvi borc bilir və mən şəhidimizin həyat yoldaşı buradadır. Xahiş edərdim, yaxınlaşardı. Xəlilov Hüsaməddin Xəliloğlu. Sizə təşəkkür edirik və siz də öz ürək sözləriniz inşallah. Allah şəhidlərimizi rəhmət eləsin. Yəni, hər bir insan əməli ilə insanların qəlbində yaşayır. Şəhidlərimiz də şəhadəti ilə tarix boyu yaşayıb yaşayacaqlar. Vətənpərvərliyin ən uca zirvəsi şəhadətdir. O insanlar ki, şəhadəti qəbul eləyiblər, vətənlərin öz şirin canlarından üstün tutaraq Azərbaycanımızın bütövlüyü uğrunda canlarını fəda ediblər ki, biz insanlar bu torpaq üzərində alnı açıq, üzü ağ yaşayıb yaradaq. Və bu yaradıcılıqlarımızın baiskarı, bu əmin-amanlıq içində yaşamağımızın səbəbkarı, vətənimizin ucalışı uğrunda, bütövlüyü uğrunda, müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizdir. Allah şəhidimizi rəhmət eləsin. Bacı, sizin də başınız sağ olsun. Biz iftixar duyuruq ki, bizlər sizin kimi insanların arasındayıq. Nə yaxşı ki, o şəhadətə yetişmiş insanlar kimi cəsarətli insanlar bizim elimizin, obamızın, vətənin dünyada ağ elədi. Nə yaxşı ki, onlar varmışdır ki, Azərbaycanımızın var olmasın, onlar yoxluğu ilə əldə etdilər. Bir daha Allah şəhidlərimizi rəhmət eləsin. Həmişə sağ olun, komandamıza təşəkkür edirəm. Həmişə başınız uca olsun, Allah can sağlığı versin. Qazi Ülvi qardaşımız var, sonra Kənan qardaşımız. Vətənimizin bütövlüyünü bərpa edəcək. Və biz bu qazi qardaşlara baxaraq nümunə götürməli. Əlimizə bir dənə tikan batanda göynəməkdən dayana bilmirik. Adam ama sağlamlığın bu torpaq üçün, bu vətən üçün əldən verir. Biləsiniz ki, dərdiniz dərdimizdir. Tə ki, bir işlər görə bilək, sizin dərdlərinizə məlhəm ola bilər. Amma unutmayaq ki, şəhidlər nə qədər ki, qəlbimizdə yaşayır, hər zaman canlıdır. Heç vaxtda onları ölməyə imkan verməməli. Bu bizə bir vətəndaş borcluğu olaraq hər bir Azərbaycanlı yaradıcı insan yaşadığı yerdə şəhidin adına bir iş görməli. Heç olmasa bir tablosun, heç olmasa onun yanında olsun ki, o şəhid doğmaları da hiss eləsin ki, həqiqətən biz canımızdan keçdik, doğmamızdan keçdik və bu dəyərləndirilir bu torpaq üzərində yaşayan insanlar tərəfindən. Bir daha biləsiniz ki, dərdimiz dərdimiz. Gülüşün dünyama şəbək salardı. Varlığın evimə həyat saçardı. Yoxluğun bir soyuq dünyada atar. Sağ olun, amin. Çox sağ olun, Allah canınızı sağ olsun. İnşallah bu tablo altında gələk çay içək. Ben Abdullah qardaşa da öz hədiyyəsinə görə təşəkkür edirəm. Ola bilər ki, hədiyyənin heç bir kiçiyi, böyüyü yoxdur. Onu sadəcə ərsəyə gətirmək, onu özünə borc bilib vermək böyük bir şeydir. Necə deyərlər, məqamın uca eləsin, ailələrinə səbr diləyirəm.